İran təhdid edildiyi halda Vaşinqtonla danışıqlara getməyəcəyi Misyaz Reutersə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkiyan məlumat verib. Onların, yəni ABŞ tərəfinin əmr verməsi və təhdid etməsi bizim üçün qəbul edilməzdir. Mən sizinlə danışıqlar belə aparmayacağam, nə istəyirsiniz edin deyə siyasətçi vurğulayıb. Pezeşkiyan qeyd edib ki, bizim dünya ilə əlaqələrimiz olmalıdır. Biz heç kimlə mübahisə etmək və ya döyüşmək istəmirik, amma heç kimin qarşısında da rüsvaçılıqla baş əyməyəcəyik. Biz ləyaqətlə öləcəyik, amma rüsvaçılıqla yaşamayacağıq. Danışıqlar hörmətlə və qarşılıqlı maraqlar əsasında aparılarsa, biz oturub danışmağa hazırıq. Bununla belə təhdid və güc dili bizim üçün qətiyyən qəbul edilməzdir deyə siyasətçi əlavə edib. Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidenti İranla nüvə sazişi üzrə danışıqlar aparmaq istədiyini bildirib və İranın ali lideri Ayətullah Əli Xameneyə danışıqlara razılıq verəcəklərinə ümid ifadə edən məktub göndərib. Daşqın Həsənov, Zərintac Mayıs qızı, Heydər Həsənli, Misya TV.